Mən İbrahimov Ali Məhəmməd oğlu 1988 təvəllüd Laçın rayonu Qaraçeşdi kəndindən keçmiş məzbər köçkünəm. Hal-hazırda Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən 245 sayılı Qaraçeşdi qəsəbəsində məskunlaşmışam. Ev 105 ünvanında. Buradan hörmətli cənab prezidentimiz İlham Əliyev cənablarına səslənirəm. Buradan bizim birinci vitse-prezidenti Mehriban xanım Əliyevə cənablarına səslənirəm. Buradan Daxili İşlər Naziri Vilayət Eybəcov cənablarına səslənirəm. Buradan Azərbaycan Respublikasının Baş Prokurorluğuna səslənirəm. Belə qanunsuzluqlar Laçın rayonunda hər zəmərçiliyi baş verir. Belə ki, yoldaşımın 4 ildir işsiz kimi qeydiyyata Ağcabədi Məşğulluq İdarəsində qeydiyyata alınıb. Vakant yeri açılıbdı yoldaşımın adına. Məşğulluğun Ağcabədi Məşğulluq Finalının müdürü Rağım müəllim şəxsən telefonla zəng edərək deyib yoldaşının adına iş açılıb. Get kommunal idarəsi var müəssisəsi müdürü var. Get ona müraciət elə, işi təyin versinlər yoldaşın orada işlə dolu. 3 övladım var. Biri skalyoz xəstəsidir. Özüm də bağırsaq problemi işləyə bilmirəm. Yoldaşımın üzərinə düşüb. Həmin iş yerində Laçın rayon icra hakimiyyətinin başçısının qəbulunda da olmuşam. Xahiş edirəm ki, mənim işimi başqa pullu imkanlı ailələrə vermək istəyirlər. Bizim kimi aztəminatlı ailələrin işini başqasına verməzlər. Xahiş edirəm ki, Azərbaycan xalqından bütün ədalətli oğlanlardan, analara, bacılardan bizə köməklik eləsin. Bu ədalətsizliyə son versin. Təşəkkür edirəm.